Salam, hər vaxtınız xeyir, əziz bakalavrlar. Bu videomuzda sizə Azərbaycanda tələbələrin ən çox önəm verdiyi və tələbələr tərəfindən ən çox seçilən magistr ixtisasları haqqında danışacağam. Bu ixtisaslardan biz, məsələn, sosial işi deyə bilərik. Məsələn, tələbələrin daha çox seçdiyi ixtisaslardan biridir günümüzdə. Çünki sosial iş əhalinin rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən, sosial problemlərin həllinə yönəldilən bir ixtisas olduğundan və humanitar yönümlü ixtisas olduğundan həm Azərbaycanda, həm də qlobal baxımdan digər ölkələrdə də ən çox önəm verilən ixtisaslardan hesab olunur. Və sosial iş ixtisası üzrə ixtisaslaşmalar əhalinin sosial müdafiəsi, həyat fəaliyyəti müxtəlif sahələrində sosial iş, əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması ixtisaslaşmaları mövcuddur. Sosial iş və ixtisaslaşmaları magistr proqramı üzrə 42-ci proqramı əhatə edir. Yəni 42-ci proqramda seçə bilərsiniz. Onu da qeyd edim ki, sosial iş ixtisasını yalnız bakalavrda sosial iş üzrə ixtisaslaşmış tələbələr deyil, eyni zamanda digər tələbələr də, yəni bakalavrda ixtisası sosial iş olmayan tələbələr də seçə bilərlər. Bundan başqa MBA ixtisaslaşmaları var ki, MBA, yəni Master of Business Administration adlanır açılışı və bu MBA yönümlü ixtisaslara da çox önəm verilir tələbələr tərəfindən. MBA-ya maliyyə, marketinq, insan resurslarının idarə olunması, yəni HR, layihələrin idarə olunması kimi ixtisaslaşmalar daxildir. Bundan başqa, onu da qeyd edək ki, MBA 56-cı proqramda mövcuddur. Bundan başqa deyə bilərik, kompüter elmləri, informatika təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi və s. Yəni IT yönümlü ixtisaslar və ixtisaslaşmalar. Bu isə magistr proqramına əsasən 14-cü proqramda əhatə edilir. Və deyə bilərik ki, məsələn, psixologiya yönümlü ixtisaslar. Bu həm 4-cü qrupda Azərbaycan Tibb Universitetində psixologiya ixtisasını bitirənlər, eyni zamanda 3-cü qrupdan təhsildə sosial psixoloji xidmət ixtisasını bitirmiş tələbələr seçə bilərlər. Və psixologiya ixtisası isə 48-ci proqramı təşkil edir. Psixologiya və təhsildə sosial psixoloji xidmət ixtisaslaşmaları üzrə ümumi psixologiya, kliniki psixologiya, uşaq və yaş psixologiyası, sosial psixologiya, inkişaf psixologiyası, pedaqoji psixologiya kimi ixtisaslaşmalar üzrə magistr təhsili ala bilərsiniz. Bir də keçid ballarına nəzər salsaq, məsələn, MBA üzrə keçid balı 45 olaraq təyin olunub, ancaq 45 minimal keçid balıdır. Tutaq ki, bir tələbə Bakı Dövlət Universitetində yaxud Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA üzrə təhsil almaq istəyir, ancaq minimal bal olaraq keçid balı 45-dir toplayıb. Bu o demək deyil ki, həmin o arzuladığı universitetlərdə MBA üzrə təhsil ala biləcək. Yəni düzdür, keçid balı 45 olaraq təyin olunur, ancaq universitetə ballarda fərqlər var. Bu da prestij baxımından, yer baxımından fərqlilik təşkil edə bilir. İndi isə gəlin sizlərlə birgə bir neçə ixtisasın keçid ballarına baxaq universitetlər üzrə. Bunun üçün magistr 5 jurnalına baxmaq lazımdır. İndi biz 2024-2025-ci tədris ili üçün magistr 5 jurnalında ixtisaslar üzrə qəbul ballarını nəzər yetirəcəyik. Onu da qeyd edim ki, magistr 3 jurnalında proqramlar, ixtisaslar və keçid balları haqqında məlumat verilir. Magistr 4 jurnalında isə universitetlər üzrə ixtisasların yer sayı və illik təhsilatları haqqında məlumat verilir. Əgər siz ixtisasların ballarını nəzər yetirmək istəyirsinizsə, bu zaman magistr 5 jurnalına baxmalısınız. Onu da qeyd edim ki, əziz bakalavrlar, ixtisas seçimi üçün optimal tədris mərkəzinə müraciət edə bilərsiniz. Kursa müraciət üçün isə WhatsApp nömrəsini aşağıda qeyd edəcəm.
Məsələn, biz qeyd etdik ki, sosial işin ixtisaslaşmaları tələbələr tərəfindən daha çox seçilir. Məsələn, Bakı Dövlət Universitetində həyat fəaliyyəti müxtəlif sahələrində sosial iş ixtisaslaşması həm ödənişli əsaslarla, həm də ödənişsiz əsaslarla balı 72 baldır. Əyani təbii ki. Digər ixtisaslara da nəzər salaq. Məsələn, biz dedik ki, psixologiya yönümlü ixtisaslar da tələbələr tərəfindən daha çox seçilir. Məsələn, sosial psixologiya ixtisasının Bakı Dövlət Universitetində balı ödənişsizi 61 bal, ödənişlisi 61 bal, ödənişsizi isə 69,5 baldır. Klinik psixologiya ixtisasının Bakı Dövlət Universitetində balı 72 baldır. Həm ödənişlisi, həm də dövlət sifarişli. İnkişaf psixologiyası ixtisaslaşması üzrə Bakı Dövlət Universitetində dövlət sifarişi yoxdur. Ödənişli əsaslarla isə 62 bal olaraq təşkil edir. Hüquq psixologiyası dövlət sifarişli 69,5 bal, ödənişli əsaslarla isə 65,5 bal təşkil edir. Digər universitetlərə nəzər salaq. Məsələn, Neft və Sənaye Universitetində biznesin təşkili və idarə olunması ixtisasının mühəndislik və idarə etmənin riskləri üzrə kateqoriyasına görə 52 bal təşkil edir. Yəni siz təbii ki, bu MBA-dır. MBA-da ödənişli əsaslarla təhsil ala bilərsiniz. MBA-nın dövlət sifarişli təhsil versiyası yoxdur. Yəni MBA sadəcə ödənişli əsaslarla təhsil mümkündür MBA-da. Və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA-nın marketinq üzrə balı 51,5 bal, mühəndislik və idarə etmənin riskləri üzrə 52 bal, biznes və data analitikası üzrə 57,5 bal, risklərin idarə edilməsi üzrə 57,5 bal olaraq təşkil edilib keçən il. İndi bu il necə olacaq, onu da Dövlət İmtahan Mərkəzinin statistikası əsasında təxmin etmək olar, ancaq daha dəqiq ixtisas seçimindən sonra ballar tam şəkildə çıxacaq. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetində biznesin təşkili və idarə edilməsi ixtisasının ödənişli əsaslarla balı 45-dir. Menecment ixtisası sahələr üzrə 47,5 baldır. Marketinq sahələr üzrə 51 baldır. Ödənişsizi isə 72 baldır. Biznesin təşkili və idarə edilməsi menecment üzrə MBA ixtisası AZMÜ-da 50,5 baldır. Biznesin təşkili və idarə edilməsi marketinq üzrə 50 baldır. Biznesin təşkilinin idarə edilməsi, tikintinin idarə edilməsi üzrə 48,5 baldır. Yəni siz özünüz də Magistr 5 jurnalına daxil olaraq keçənki ballarla tanış ola bilərsiniz. Azərbaycan Dövlət Pedaqoji Universitetinə nəzər salaq. Məsələn, qeyd etdiyimiz kimi, menecment ali təhsilin təşkili və idarə edilməsi, tədris Azərbaycan dilində. Ödənişlisi 49 baldır, ödənişsiz əsaslarla, yəni dövlət sifarişli isə 73,5 baldır. Yəni keçən il ballar bu sferada olub. Bu ildə imtahanların çətinlik dərəcəsi nəzər salsaq, demək olar ki, çox tələbələr aşağı ballar topladığı üçün ballarda ya sabitlik, ya da minimal da olsa düşmə halları ehtimal olunur. Bəzi ixtisaslarda, məsələn, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, İqtisad Universitetində, yəni UNES-də bəzi ixtisasların ballarında qalxma ola bilər. Ancaq ümid edirik ki, ixtisaslarda ballar baxımından ya sabit olacaq, ya da nisbətən aşağı düşəcək. Ancaq çox aşağı düşmə ehtimalı gözlənilmir. Çünki keçən ildə ballar xeyli aşağı düşmüşdü. Məsələn, Dillər Universitetində menecment üzrə təhsilin təşkili və idarə edilməsi ixtisasının
Həm ödənişlisi, həm də dövlət sifarişlisi 73 baldır. Biznesin təşkili və idarə edilməsi, yəni MBA kateqoriyası üzrə təhsilin təşkili və idarə olunması ixtisasının balı 52,5 baldır. Sosial pedaqogika ixtisasının balı 64 baldır. Təbii ki, ödənişli əsaslarla. Ödənişsiz əsaslarla isə 66,5 baldır. Bakı Mühəndislik Universitetinə nəzər salaq. MBA kateqoriyası üzrə biznesin təşkili və idarə edilməsi ümumi təyinatlı 47 baldır. Yəni burada da gördüyünüz kimi biz bayaq da qeyd etdik ki, düzdür, MBA kateqoriyası üzrə keçid balı 45-dir. Ancaq Bakı Mühəndislik Universitetində MBA üzrə ballar bir çox ixtisaslarda 47, hətta biznes təşkili və idarə edilməsi maliyyə üzrə 51,5 bal, biznesin təşkili və idarə edilməsi mühasibat uçotu və audit ixtisası üzrə 45,5 bal olaraq görülür. İnsan resurslarının idarə edilməsi HR, bu da tələbələr tərəfindən ən çox seçilən və sevilən ixtisaslaşmalardan hesab olunur. Balı 52 baldır Bakı Mühəndislik Universitetində. Ancaq özəl universitetlərdə və regionlarda Bakıda yerləşən universitetlərə nisbətdə ballarda aşağı fərqlər var. Yəni aşağı bal toplayan tələbələr özəl universitetləri də seçə bilərlər və yaxud regionlarda təhsil almaq üsulunu da seçə bilərlər. Məsələn, Azərbaycan Kooperasiya Universitetinə nəzər salsaq, biznesin təşkili və idarə edilməsi beynəlxalq biznes üzrə 45 bal olaraq təşkil olunur balı. Biznesin təşkili idarə olunması, insan resurslarının idarə olunması üzrə Kooperasiya Universitetində 51 baldır. Layihələrin idarə edilməsi kateqoriyası üzrə 48,5 baldır. Yəni MBA olduğu üçün ödənişlidir. Gördüyünüz kimi burada sadəcə 1 bal verilib. Çünki MBA sadəcə ödənişli təhsil mümkündür. Biznesin təşkili və idarə edilməsi mühəndislik və idarəetmənin riskləri üzrə 45 bal olaraq Kooperasiya Universitetində təşkil olunub. Bu videoda bu qədər, əziz tələbələr. Rəy bölməsində hansı ixtisaslarla daha çox maraqlanmaq istədiyinizi, yaxud hansı ixtisaslaşmalara daha çox danışmağımızı istəyirsinizsə, rəy bölməsində bildirərsiniz. Növbəti videolarımız məhz rəylərdəki istəklər üzərinə olacaq. İxtisas seçimi üçün də optimal tədris mərkəzinə müraciət edə bilərsiniz. Mütəxəssis müəllimlərimiz tərəfindən balınıza uyğun olaraq analizlər aparılacaq. Həmçinin ixtisas seçimi zamanı sizin öz fikirləriniz və seçimləriniz də nəzərə alınacaq. Yəni ən əsası Azərbaycanda bal statistikası nəzərə alınmaqla mütəxəssis rəyi əsasında ixtisas seçimi aparılacaq. Müraciət üçün WhatsApp nömrəsi 070 742 28 08-dir. WhatsApp nömrəmizə müraciət etməklə ixtisas seçimi üçün qeydiyyatdan keçə bilərsiniz. Hər birinizə uğurlar arzu edirik.